Mən Əhədov Kövsər Feyrizoğlu 2025-ci ildə İmişli Su Meliorasiya Suvarma Sistemləri İdarəsinin nəzdində fəaliyyət göstərən Qızıl Arx SİB-2-nin Sudan İstifadə Birliyinin sədriyəm. Sudan İstifadə Birliyinin vəzifəsi kəndli fermerlərə və kənd həyatında yaşayan insanlara, istər tarlada, istər həyətyanı sahələrdə suyun verilişindən və onlara su ilə bağlı xidmətdən asılıdır, xidmətlə bağlıdır. Ona görə də bu sahədə tək Sudan İstifadə Birliyinin əməyi qiymətləndirilmir. Üstəgəl Sudan İstifadə Birliyinin İmişli rayon Su Meliorasiya Suvarma Sistemləri İdarəsinin müdürü Samir müəllim Məmmədov və eləcə də sahə rəisimiz Cavanşir Abuşovun işçi heyətinin birkə səy nəticəsində bütün tarlalara vaxtında yaz əkin kampaniyasının lazımınca davamlı şəkildə işlərin aparılması üçün suyun verilişində birkə fəaliyyət göstərib, növbəllik qrafiki əsasında işlərimizi həyata keçiririk və çalışırıq ki, dövlətlə vətəndaşlar arasında münasibətlər pozulmasın, yaxşı məcrada davam etsin və inkişaf etdirilsin. İmişli rayon Mürsəlli kənd sakini Nəcəfov Həmid Həbioğlu. Mən də bir kəndli olaraq bu sahəmdə, həyat yanında, həm də çox sahəmdə sudan istifadə edirəm. Bu il başqa illərə, keçən illərə nisbətən su cəmaət üçün, əkinçilər üçün su normal təmin olunur. Beton kanal dövlət tərəfimizdən gözəl beton kanallar çəkilib su itkinisinin qarşısını almaq üçün. Və burada İmişli rayon Su Meliorasiya və Suvarma Sistemləri İdarəsinin sədri Samir Məmmədov cənablarının və sahə rəisi Cavanşir Abuşovun və Sudan İstifadə Birliyinin sədri Əhədov Kövsərin böyük əməyi var. Demək olar ki, onlar həqiqətən də gecə-gündüz bu kanalların üstündə hərəkət edərək suyun düzgün normal bölünməsi üçün çalışırlar. Hal-hazırda görünən bu kanaldan bir neçə kənd istifadə edir. Göründüyü kimi də bu kifayət qədər kanalımızda su var. İnşallah ki, buradan belə də su olacaq və bunlar düzgün bölgə apararaq bütün fermerləri, həyətyanı sahələri su ilə təmin edirlər. Buna görə də mən bu insanlara minnətdarlığımı bildirirəm.